Elə bilirlər ki, namaz qılmaq mollalıqdır. Hələ başa düşüb bəzilər. Deyir, mən molla deyiləm. Allah, biz də molla deyilik. Və elə başa düşürlər ki, namaz qılmaq xüsusi bir dənə vəzifədir. Məsələn, deyirlər ki, dindar deyiləm, dindar deyiləm. Yəni, dindar deyə belə bir rütbə yoxdur. Belə bir vəzifə yoxdur. Allah kitabı sənə də nazil edib, mənə də. Yəni, elə bir dənə fikir yaranıb ki, güya içmək, çəkmək dindarları olmaz. İbadət eləyənlərə olmaz. Kim ki ibadət eləmir, onlara olar. Hələ başa düşün bəziləri. Deyəcəm, mən elə şey demirəm, Allah'a qurma olun. Mən səhər duranda əlimi göyə qaldıram. Və ya məsələn, mən sədəqə verirəm, kasıba 5 manat verirəm. Hələ deyəcək, bəli, sən dilində o sözü demirsən, amma əməlin onu göstərir. Ola bilməz axı, sən Allah'a sevdiyini necə iddia edirsən ki, sən onun əmirlərini yerinə yetirmirsən. Təsəvvür elə sənin övladın, deyir ki, ata, mən səni sevirəm, çox istəyirəm. Amma sənə ən çox asilik eləyən odur, ən çox sözündən çıxan odur. Deyir, sahib olasan, mən necə sevirsən, sən elə ancaq mənə zid gəlirsən, ancaq mənə əks gəlirsən, sən ancaq mənə qəzəb gətirən şeylər eləyirsən, görsən, qəbul eləmirsən, qəbul eləmirsən ki, o sənə dili ilə desin ki, mən səni sevirəm. Sən istəyirsən ki, nəsə əməl eləsin, nəsə sənə qarşı göstərsin, sevgisini göstərsin, bəyan eləsin. Sən onu tələb eləyirsən ondan. Eləməsə, o zaman